Bugün yenə biraz daha çox nəzəri hissədən bəhs edəcəyik. Praktik hissədən çox. Amma qarşıdakı dəfələrdə artıq hesablanmalar və onların finance-da praktiki tətbiqləri barəsində inşallah danışacağıq. Week 1, Lesson 1, Introduction to Probability. Yoldaşlar, bugün probability-dən danışacağıq. Ümumiyyətlə, probability demək nə deməkdir? Probability anlayışı, yəni bir ehtimal hadisələrin baş vermə ehtimalıdır. Yəni, hadisə hələ olmayıb, siz bunun haqqında bir assumption edirsiniz. Deyirsiniz ki, bu qədər ehtimalla, məsələn, bugün yağış yağacaq. Deyirsən, 80% ehtimalla yağış yağacaq. Bugün yağış yağa da bilər, yağmaya da bilər. Sadəcə olaraq sən müəyyən elementlərə, müəyyən o retrospektiv datalara əsaslanaraq, yaxud yaşadığın indiyə kimi təcrübələrə, məsələn, əksər insanlar nə deyirlər? Deyir ki, mən revmatizmim var, ayağım ağrıyır. Dolayısıyla yəni burada ehtimal böyükdür ki, yağış yağacaq. Çünki nəmişlik çoxdur. Nəmişlik çox olması bizə imkan verir ki, deyə bilək ki, bəs yağış yağacağı ehtimalı çoxdur. Deməli, bizim əlimizdə 10 dənə uşaq var. Deyirik ki, bu uşaqlardan 30%-i, yaxud 3-ü futbol oynayır. 10 uşaq var, 3-ü futbol oynayır. Bunun ehtimalı nədir? Yoldaşlar, bu çox sadə, yəni məktəb səviyyəli bir ehtimaldır ki, gedirik eligible, yəni uyğun gələn elementlərin sayını bölürük bütün elementlərin sayını. Bu bizə qaytarır nəyi? Ehtimalını ki, biz əgər gedib bir uşaq seçsək, 10 uşağın içindən, bunlardan futbol oynayan olması ehtimalı 10-dan 3-dür. Yəni 10 nəfərdən 3-dür. İxtiyari o 30% ehtimalla bizim seçdiyimiz tələbə, uşaq futbol oynayır. Ehtimal P işarə, P hərfi ilə işarə olunur. Yəni zaten probability sözündən gəlir. Bunu universitetdə də görürsünüz. P soccer, yəni P futbol oynayan adamlar. Futbol oynayan adamların ehtimalı. Gələk aşağı. Qeyd elədiyim kimi. Biz tapmaq istəyiriksə ki, yəni random seçsək, bu insanın futbol oynayan olması ehtimalı futbol oynayanların sayının ümumi sample'ın, yaxud da population'ın sayına nisbətidir. Bizdə bu bütün hallar adlanır sample space. Lazım olanlar isə adlanır event. Baxın, 3 onla böldük, aldı 0,3. Və gəlin bunu bir Venn diaqramı ilə işarə edək. Yadınızdadırsa biz məktəbdə Venn diaqramı ilə çoxlu işləyirdik. Bax, bu olsun A hadisəsi, bu olsun B hadisəsi. Yəni, deyək ki, futbol oynayan uşaqların ehtimalı nədir? 3-dür. Dolayısıyla 3 dənə uşaq futbol oynayırsa, bunun ehtimalı nə qədərdir? 10 tələbədən. 10-da 3. 7-si oynamırsa, ehtimal nə qədərdir? Ay, sağ ol. Bura varsayaq ki, A hadisəsidir elə. A hadisəsi. Bu isə B hadisəsidir. A ilə B-nin kəsişməsi olarsa, yoldaşlar, yəni hər ikisinin kəsişməsi olarsa, o, bu formada işarə olunur. A ilə B-nin birləşməsi A, U hərfi, yəni union B deməkdir. Bizdə var A çıxaq B. Yəni A-da olsun, B-də olmasın. Yaxud da B çıxaq A. B-də olsun, A-da olmasın. İndi hələlik 2 case var deyə bunun üzərinə gedə bilərik ki, A özü A hadisəsinin olması, eləmi? Event. A-nın üstə şirik qoyanda o demək ki, A-nın olmaması ehtimalı. Yəni burada BC də olsaydı, A-nın olmaması ehtimalı nədir? B-nin ehtimalı, sonra C-nin ehtimalı. Düzdürmü? Məsələn, buradan bu 4 nəfər əgər basketbol oynasaydı, bunlar ayrı bir qrup olardı da, ayrı bir yumru olardı. Dolayısıyla A şirik nə verər bizə? A-nın olmaması ehtimalı. Və davam edək. Qəpiklərdən danışaq. Coining sample. Baxın, intervyulara gedəndə sizə ən çox qəpiklərlə bağlı sual verilir. Mən bir neçə ay bundan qabaq Yandex'in intervyusuna girmişdim və orada düşən ikinci intervyuda düşən sual qəpiklərlə bağlı idi. Yəni probability ilə bağlı idi. Bizim əlimizdə qəpik var. Qəpik atılanda bunun 2 dənə tərəf var. Var xəritə tərəf, var geri tərəf. Düzdür? Yaxud da buna deyə bilərik, ingiliscə head, tail ya da aranızda rus dili ilə bunun yanında saxlayan varsa, areol, i, reşka.
fərqi yox. Yəni, bu üçündən 3 haldan birini istifadə edə bilərsin. O şu qəpik 200 var. İndi 2 dənə qəpik, bir dənə qəpiyim var. Bu qəpiyin 200'ü varsa, mən bunu bir dəfə atanda, bunun head gəlmə ehtimalı nədir? Yoldaş, 200 olduğuna görə ya head gələcək, ya tail gələcək, eləmi? 2 dənə mümkün hal var. Bizə lazım olan hal hansıdır? Head gəlmə ehtimalı. Ona görə head gəlmə ehtimalı bölürük. Head gəlmə ehtimalı üstə gələk tail gəlmə ehtimalı. Burada da bir dənə head gəlmə ehtimalı var, bir dənə tail gəlmə ehtimalı var. Dolayısıyla olacaq bizdə nə? 2'də 1. Aydındır mı? 2'də 1. P head bizə nə verir? 2'də 1. Hər ikisinin gəlmə ehtimalı zaten 50%, 50%'dir. Toplamda ehtimalların nə qədərdir? 100%'dir. Ümumiyyətlə, sample space-də ehtimalların cəmi həmişə 1'dir. Yəni, 1'i keçə bilməz. Deyirik, məsələn, 100% əminəm. Yəni, bu, kimsə deyəcək ki, 200% əminəm, bu artıq əslində statistik olaraq səhv bir yanaşma. Çünki bir şeydən tam əmin ola bilərsiniz də, 2 dəfə tam əmin olmaq biraz mənalı və məntiqli deyil. İndi, bəs biz qəpi 2 dəfə atanda nə baş verir? Bax, birinci atışımızda ya head gələcək, ya da tail gələcək. Doğrudurmu? Varsa ki, birinci atışımızda head gəldisə, ondan sonra yenə 2 dənə hadisə ehtimalı var. Headlə head gələ bilər, headdən sonra tail gələ bilər. Baxın, birinci hal headdən sonra head gəldi, ikinci hal headdən sonra tail gəldi. Yaxud da birinci halda tail gəlmişsə, taildən sonra head gələ bilər və taildən sonra tail gələ bilər. İndi mən deyirəm ki, bir qəpiyi 2 dəfə atanda dalbadal olaraq head gəlmə ehtimalı nədir? Aysa 4'də 1. Çünki bax 4 dənə mənim sample space-im var. Mənə lazım olan event hansıdır? Head, head. Onlar neçə dənədir? 1 dənədir. Dolayısıyla probability nədir? 25%, 4'də 1. Bu bizim elə dediyimiz həmin head, head məsələsidir ki, head, head gəlməsinin ehtimalı 4'də 1'ə bərabərdir. İstəsə yazın da bilərik, amma gərək yoxdur. Gəlin görək, introduction. Bəs 3 qəpik olarsa nə baş verir? Bax, bundan 2 dənə ayrıldı, bundan da 2 dənə ayrıldı. Dolayısıyla biz qəpiyi neçə dəfə atırıqsa yoldaşlar, bizdə 2 üstü n qədər ehtimal yaranır. Aydındır. Məsələn, mən istəyirəmsə ki, 3 dəfə qəpiyi atım və 3'ündə də head gəlsin. Bunun ehtimalı nədir? 8'də 1. Çünki baxın, burada 8 ehtimal var. Bax, 1, 2, 3, 4. Zaten burada 4'lüsə, burada da 4'lüdə. Uzatmanın adı yox. 8. Dediyimiz kimi, 3'ün də head gəlmə ehtimalı 8'də 1'dir. Mən deyəsim, çox qabağa qaçıram. Probability bir də bizə gələ bilər dice-lar üzərindən. Dice bildiğimiz zərdir və adətən fair dice-dan gelir söhbət. Yəni, ədalətli bir zərdən gelir söhbət. Bax, bir zərə atanda 6 alma ehtimalınız nə qədər? Aysa, çünki 6 dənə mümkün üz var və mən bunu bir dəfə atıramsa, bu 6'sından biri düşəcək. Zaten ağzımda deyim 6'sından biri. Bu qədər. Sonra 6 almaq ehtimalını hesablayıb görür ki, bir dənə 6 düşür. Yəni 1, 2, 3, 4, 5, 6 bunlardan biri çıxasıdır dolayısıyla. Və mən bizdən 6 lazımdır deyə nə alıram? 6'da 1 alıram. Aha. İndi burada maraqlı bir yanaşma var. Bəs əgər mən bizləri 2 dəfə atsam, ikisinin də dalbadan 6 gəlmə ehtimalı nə olar? Aysa 36'da 1 olar. Niyə görə? Bax, çünki bu 6 dənə ilə bu 6 dənə gələ bilər. Birinci zərdə 1 çıxar, ikinci zərdə 1 çıxar. Nə bilim, 2 çıxar. Yaxud o birisində 2 çıxar, bunda 1 çıxar. Dolayısıyla belə bir matriksi gözümüzün önündə canlandırsaq, burada 36 mümkün hal var. Və mən istədiyim hansıdır? 6'da 6. Elə. Bu da bütün hallardan neçəsini təşkil edir? Sadəcə birini. Complement of probability. Bax, bu vacib bir məsələdir. Bu da intervyularda çox tez-tez toxunulan bir məsələdir. Komplement yəni ki, tamamlayıcısı, ehtimalın tamamlayıcısı. Bu bizim bayaq dediyimiz A apostrof var idi. Bu həmin söhbət. Bayaq nə dedik? Dedik ki, 30% tələbəmiz futbol oynayır. Futbol oynamayan tələbənin ehtimalı nə qədər? 70%. Bəli. Çünki niyə görə? Birdən mən çıxsam 30%-i əgər yoldaşlar. Barizdir ki, 70% qalacaq. Yəni, 1 çıxaq A,
Nəyə bərabərdir? A ştrixə bərabərdir. Aydındır? Burada da görə bilərik ki, oynamayanların sayını gəlib bölürük. Oynayan hamısına nə alırıq? 70%lik bir ehtimal alırıq. Və nə deyil? Not soccer-la soccer toplayanda, çünki zaten 2 dənə qat var. Toplayanda cəmi 1 verməlidir. İndi bu adlanır complement rule. Çünki mən not soccer-ı necə aldım? Birdən getdim çıxdım soccer oynayanların ehtimalını. Dediyimiz kimi A ştrix bərabərdir 1 çıxaq P A. Bunu zaten Venn diaqramında da görə bilərik ki, bu hamısı option 100%-dirsə, old children 100%-dirsə, bunun 30%-i futbol oynayırsa və varsa ki, yalnız bir dənə ehtimalını seçə bilərsən, futbol oynamayanın ehtimalı 70%. İndi gəlin bunu birlikte hesablayaq. Komplement rulu nəzərinizdə saxlayın. Deyək ki, siz 3 dəfə qəpik atırsınız. 3 dəfə dalbadal heç gəlməmə ehtimalı nə qədərdir? 8-də 7. Aysa, doğrudur. Çünki bizdə 8 mümkün hal var. Gəlin aşağıya baxaq. 8 mümkün hal var. O 8 mümkün haldan sadəcə biri 3 dəfə heç gəlmə ehtimalı. Yəni bunun ehtimalı 8-də 1. Gəlmə ehtimalı 8-də 1 isə, tamamlayıcısı gəlməmə ehtimalı 1 çıxaq 8-də 1 və 8-də 7. Evet. Baxın 1 çıxaq 8-də 1 alırıq 8-də 7-ni. Gəlin dizlərdən danışaq. What is the probability of obtaining anything other than 6? 6-dan fərqli olan nəsə bir şey alma ehtimalı. Nə qədərdir bəs? 6-da 5, doğrudur. Çünki niyə görə? Əgər bizdə 6 almaq ehtimalımız 6-da 1-dirsə, bütün sample space'imiz ehtimalı 1-dirsə, 1 çıxaq 6-da 1 bizə 6-da 5-i qaytarmalıdır. Üçün çox sürətli gedir, eləmi? Burası dərsimiz tespit bərabər bilir. Və ehtimalların gəlin cəmindən danışaq. Hansı ki bu, zaten 312 səhifədə biz bu işlər tutarız. Söhbət disjoint eventdən gelir. Yəni ki, bir-birindən asılı olmayan hadisələrdən. Joint oynaqdır, yəni bir-birindən keçirilən bir şeydir. Disjoint, yəni bir-birindən asılı olmayan hadisələr demək. Məsələn, deyirik ki, bir məktəbdə uşaqlar yalnız bir idman növü ilə məşğul ola bilərlər. Uşaqların basketbol və yaxud futbolla məşğul olmaq ehtimalları nə qədərdir? Güman edin ki, sizdə 10 dənə tələbə var. Elə gəlirik. Sadəcə biri ilə məşğul ola bilərsən. Soccerla məşğul olma ehtimalı 0,3-dürsə, demək ki, 3 tələbə futbolla məşğuldur. Basketbolla olmaq ehtimalı 0,4. Demək 4 dənə tələbə basketbolla məşğuldur. Və varsayanda ki, bunlar yalnız biri ilə məşğul olur. 3 üstə gələk 4 bərabər 7. Demək 3 iştirakçı heç bir idmanla məşğul deyil. Gördüyümüz kimi soccer or basketbol. Okay. İndi bunu yəni əgər disjoint eventsdirsə bu formada birləşməklə verə bilir. Və hesablanma qaydası da bu formada olur. 30% futbol oynadı, 40% basketbol oynadı. Yerdə qalan bu 30%-də heç nədən oynamır. Yaxşı. What is the probability of obtaining an even number or 5? Nə deyir? Deyir ya bir cüt rəqəm gəlmə ehtimalı, ya da 5 gəlməsi ehtimalı nə qədərdir? 6. Ay sağ ol. Niyə görə? Bizdə cüt rəqəmləri hansılardır? 2, 4, 6. Bundan neçə dənədir? 3 dənə. Elə 3 dənə. Bir də 5'im var deməm. 5'im də zaten bir dənədir. 3 burada, 1 də burada. Yəni 6'da 3. Üstə gələk. 6'da 1. Yoldaşlar, buna niyə disjoint events deyirik? Baxın. Yəni 2 gəlmə ehtimalı 5 gəlmə ehtimalına nəsə dolayı yolundan bir təsir göstərir. Məsələn, belə izah edə bilərəm də sizə bir-birindən asılı olmayan hadisələr nə kimi? Məsələn, yoldan maşın keçməsi ilə yağış yağması haqqında, yəni əlaqəsi arasında heç bir əlaqə yoxdur da, yəni. Deyirik ki, belə bir şey ki, maşın getsə 40% yağış yağacaq.
ehtimal var. Keçməsə 60%. Belə bir şey deyə bilmərik. Çünki bunlar arasında bir asılılıq yox. Eyni formada 2 gəlir gəlsin, bir dəfə atırım. Yaxud da 5 gəlir gəlsin, bir dəfə atırım. Nəsə bir şey gələcək. Yəni, zaten bunun bir-birinə təsiri yoxdur. Bir-birindən bir asıllığı yoxdur. Bir kəskin yeri yoxdur. Burada da göstərim. 2, 4, 6, bir də 5'imiz var. Toplayanda 6'da 3'də gəlir. 6'da 1, bərabərdir 6'da 4. Ya da 3'də 2. Və davam edək. Deyək ki, indi cəminin 7 yaxud da 10 olması ehtimalı yollar. Bəs bunu necə eləyək? Cəmi 7 olan hansı elementlər var? Aha. Aha. Sonra 4, 3, 5, 2, 6, 1. Onun var ehtimalı nədir? 6 diyoruz. Aha. 6 işte. Şu. 3, 7 var. Yox. 9 ehtimalımız var, elə mi? Baxın, 6'sı buradan gəlir. 3'ü də buradan gəlir. 9. Və 9 bölək 36 deyəndə nə olmalıdır cavabı? 4'də 1. Yəni 25% ehtimalla ya bunların cəmi 7 verməlidir mənə, ya 10 verməlidir. Məsələn, nerede oynayırsınız? Sizə gəlməlidir ki, ən azı 10. Elə 10 gəlmə ehtimalı nə qədərdir? 36'da 3. Yəni 12'də 1. 12'də 1'də nə qədər eləyir haradasa? 8%. 8-9% arası. Və bu da maraqlı bir yanaşmadır. Deyək ki, bizləri atanda fərqlərinin 2 yaxud da 1 olması ehtimalı bu səfər. Hansılardır? Gəlin elə aşağıdan baxaq buna baş artırmayaq. 1 ilə 3, 2 ilə 4, 3 ilə 5, 4 ilə 6. Eyni formada 3, 1, 4, 2, 5, 3, 6, 4. Elə 8 ehtimalım burada var. Fərqin də 1 olması 10 ehtimalı da burada var. İndi siz mənim üçün hesablayın. 2 dəfə zərə atılandı. Məqsəm. Yəni 2 dəfə. Çünki 18 ehtimal var. Toplam sample sayısına qədərdir 36. 32 bölü 36 eləyir 2'də 1. Mesela bu formada da görə bilərik üst-üstə qoyulmuş şəklini. Sonra sum of probabilities. Bu isə joint eventdən ötəridir. Kəsişən hadisələrdən ötəridir. İndi gəlin biraz davam edin. Bax, kəsişən hadisə deyəndə nə deyir? Ola bilər ki, birdən bir şey deyil, başqa bir şey deyil. Məsələn, sizin məktəbdə tələbələr futbol oynaya bilər, basketbol oynaya bilər. İndi deyirəm ki, bunlar tələbələrdən 60% futbol oynayır, 50% basketbol oynayır. Neçə tələbə ümumiyyətlə heç nə oynamır? Hesabını görək. Online yoldaşlar, siz də cavab verə bilərsiniz bu arada bu suala. 4%. Okey. Mən deyirəm ki, 2. Ziya deyəcək 1. Oynamayan. Yoldaşlar, 0 onda 8'dir. oynamayanların ehtimalı. Oynamayanlar soruşmur. 0 onda 2 onda diye düşünürüm. Bəs olar ki, mən soruşum ki, siz 0-2 necə aldınız? Demin burada o artıq disjoint event məsələsi işləmir, joint event məsələsi işləyir. Əgər düz xatırlayıramsa, onda cəmlənmə belə idi. İkisinin ehtimallarının cəmi çıxılsın ikisinin kəşfməsinin ehtimalı. Bu bizə verəcək... Elə bir yanaşmamız da var, əla bəyənin yanaşması. Amma əfsuslar olsun ki, burada çox sağ təşəkkür edirəm cavabınız üçün. Əfsuslar olsun ki, biz bu hadisədə hələ bir şey deyə bilmirik. Çünki, baxın, biz demirik ki, 100% tələbədən, yəni, necə deyək, o yenə disjointə gedir, çıxırdan biraz. Başa düşürsünüz. Gəlin, belə bir yanaşma. Burada aşağıda izah edəcəm şəkildən, onda daha yaxşı başa düşürsünüz. Bəlkə, ümumiyyətlə, bunların təkcə bu hissəsi kəsir. Yəni, bir tələbə 10%. Bax, 50% tələbə yalnız futbol oynayır. 1%, 10% tələbə sadəcə hər ikisini oynayır. Qalan 40% də yalnızca basketbol oynayır. Elə mi? Bunu deyə bilmirik. Çünki ola bilər ki, bu 50% bunun içində olsun. Aydındır. Yaxud ola bilər ki, bu 40%, ya 50% mən direkt belə, 50 deməkdən yox.
Bu bunu silək deyirəm. Bax, məsələn, E, deyək ki, 20% yalnızca futbol oynayır. Növbəti 50% hər ikisini oynayır. Növbəti 40% hər ikisini oynayır. Yerdə qalan 10% də yalnızca basketbol oynayır. Burada 3 uşaq oynamır. Bəli, Röya xanım. Yəni Yəni gözləyicilərin. bir növ o dediyiniz o kəşfə, o düsturdakı kəşfə hissəsi məlum deyil də bizə, ikisində də Bəli, olanlar. bəli, bəli. Doğrudur. Doğru. Yəni düzdür, deyə bilir. Mən bilirəm siz nə məntiqlə yanaşırsınız. Amma doğrudur əslində baxanda. Sadəcə məsələ burasındadır ki, biz bilmirik ki, ümumiyyətlə, yəni burada ümumiyyətlə oynamayan tələbə varmı? Yaxud da nə qədər adam üst-üstə düşür? Aydındır. Bu budur. Okey. Və dediyim kimi, burada ola bilər ki, kəskin hissəsində 10% olsun. Yaxud ola bilər ki, kəskin hissəsində nə qədər 2, 4, 6, 8, yenə 10 olur. 2, 4. Hə, bəlkə 3-ü üst-üstə düşür. Sadəcə yəni belə başa düşün ki, burada 3 tələbə üst-üstə düşə bilər, 5 tələbə üst-üstə düşə bilər. Yəni maksimum 50%-ə qədər üst-üstə düşə bilər. Belə. Və minimumda siz dediyiniz topla 100%-i 10% üst-üstə düşə bilər. Əla. Amma indi əgər mən desəydim ki, 60% futbol oynayır, 50% basketbol oynayır, bunlardan 30%-i hər ikisinə kəskin olar. Yəni hər ikisinə oynayırsa. Dolayısıyla mən buradan qərar çıxarda bilirəm ki, aşağıya baxaq. Bunların üçü üst-üstə düşəcək. Elə əgər 60%-in 6 nəfər, 3-ü hər ikisini oynayırsa, 3-ü yalnız futbol oynayır. 5 nəfərdən 3-ü hər ikisini oynayırsa, 2 nəfər yalnız basketbol oynayır. Toplamda nə oldu? 6 üstə gəlir ki, 8 nəfər və 2 nəfər heç bir idman növündə iştirak eləmir. Bunu da bu formada Venn diaqramı ilə göstərə bilərik. İndi sizin dediyinizə gəlirəm, xanımın adı yadımdan çıxdı. Demək, kəskin hadisələrdə birləşmənin ehtimalını tapmaq istəyirəmsə, yəni ümumiyyətlə nə qədər məsəl adam idmanla məşğul tapmaq istəyirəmsə, futbolla məşğul olanın üstünə gələrəm, basketbolla məşğul olanı, ondan çıxaram, onların kəsişməsini. Bu belə. İndi deyir ki, what is the probability that a child plays soccer or basketball? Zaten bilir ki, burada 30%. Desən, eyni şey göstərəcək. Disjointdə heç o kəsişmir. Yəni, uşaqlar yalnızca bir idmanla məşğul ola bilər. Jointdə isə hər ikisinə məşğul ola bilər. Və əgər disjoint isə adlanır mutually exclusive, yəni qarşılıqlı olaraq exclusive, kəsişməyən, yəni bir-birində bulunmayan. Joint isə non-mutually exclusive, yəni bir-biri ilə əlaqəsiz olmayan. Belə, başqa sözünü desək. Əgər disjoint isə direkt toplayırıq. Joint isə o arada qalan hissə 2 dəfə təkrarlanmasın deyə. Yəni bu uşaq nə olsun ki, həm futbol oynayır, həm basketbol oynayır. Onun adını 2 dəfə çəkmək zorunda deyiləm də. Bir dəfə çəkdim, o uşaq kifayət elədi. Ona görə də yəni o təkrarlanma olmasın deyə bir dəfə də kəsişməli çıxırıq. Aydındır? İndi gəlin yenə bunu hesablayaq. Deyir ki, cəmin 7 olması ehtimalı və yaxud da fərqinin 1 olması ehtimalı. Zəhmət olmasa hesablayın. Hı-hı. 400 və 300. Yəni, bunu sildim. Baxın, bu cəminin 7 olması ehtimalları. Bu isə fərqinin 1 olması ehtimalları. Gəlin bu qrafikləri üst-üstə qoyaq. Nə baş verir? Baxın, bunlar ikisi üst-üstə düşdü. Mən 3-dən 4-ü bir dəfə desəm, bəs də 2 dəfə deyin gərək yox. Dolayısıyla bu ehtimalları toplayacağım, kəsişmələrin sayını çıxacaq. 6 üstə gələk 10, 16 çıxaq 2, 14. Zaten saysaq deyək. 1, 2, 5, 7, 9, 12, o da 2, 14. Gördünüz, 14 dənə halda bu hadisə baş verir. Var independence. Independence də yəni müstəqillikdir. Burada söhbət nədən gedir? Məsəl üçün, deyirik ki, birinci otaqda nə qədər uşaq var? Deyirik ki, 50 nəfər uşaq var. Elədir? Biz bunu deyək ki, bölürük 2 hissəyə ki, hər otağa həm futbol oynayan, həm futbol oynamayan tələbə düşsün. Independence-də söhbət nədən gedir yoldaşlar? Yəni ki, bu hadisələrə təsir edən nəsə bir şey yoxdur.
Biz bunu ixtiyari olaraq böldük. 25 futbolçu bu tərəfə, 25 futbolçu bu tərəfə, 25 oynamayan bu tərəfə, 25 oynamayan bu tərəfə düşdü. Düzdürmü? Bəs əgər otaq kiçik olarsa, birinci otağa 30 tələbə sıxışdıra bilərik, ikinci otağa 70 tələbə sıxışdıra bilərik. Yəni burada başqa heç bir kənar təsir yoxdur, eləmi? Bunun da 30%-ni, bunun da 30%-ni götürəcəm. 12 nəfər buradan, 18 nəfər buradan. Düzdür? Gəlin baxaq. 12 nəfər futbol oynayan, 18 nəfər futbol oynamayan. Dolayısıyla burada 30 nəfərlik yeri tamamladım kvotanı. Yerdə nə qaldı? 28 nəfər futbol oynayan, 42 nəfər isə futbol oynamayan. 70 nəfər isə kvotanı burada doldur. Aydındır? Bunlar müstəqil hadisələrdir. İndi R1 nədir? Birinci otaqda və futbol oynayan olması ehtimalı. Bax, futbol oynayan olması ehtimalı nə qədər idi? 0,4. Birinci otaq olması ehtimalı nə qədərdir? 30% düzdürmü? 0,4'ü 0,3'e oranında 12%. Həqiqətən saysaq 3 vuraq 4, 12 nəfər burada var. Çünki bizdə 100 tələbə idi, eləmi? Əgər bir-birindən asılı olmayan hadisələrdirsə, yenə independent events, o zaman bunların kəsməsini necə tapırıq? Ehtimallarını bir-birinə vuraraq. Məsələn, bax, bizdə bu qəpik söhbəti var, qəpik atılması. O da independent bir eventdir də, yəni. Düzdürmü? Mən birinci qəpiyi atdım. Axı, burada head gəlməsi ehtimalı, o birisinin head gəlmə ehtimalına bir təsir göstərmir. Elə. Ona görə bunun ehtimalı, bıraq digərinin ehtimalı. Və yenə qəpikdən danışaq. Nə deyir? Deyir, what's the probability of landing on heads 5 times? Bax, bu şey burada bir asıllıq məsələsi var. Çünki birincidə əgər tail gəlsə, o zaman nə baş edəcək? Artıq heç bunu hesablamaya ehtiyac yox. Amma mən istəyirəm ki, 5 dəfə head gəlsin. Və hər birinin gəlmə ehtimalı 50%. Çünki fair coin'dir, eləmi? Bunun gəlmə ehtimalı 2-dədir. Bunu vuram digərində head gəlmə ehtimalına, digərində head gəlmə ehtimalına və beləcə 2 üstü 5 nə eləyir? 32. 32-də bir ehtimalla 5 dəfə dalbadal head gələcək. Və belə bir şey deyim də, məsəl üçün, sizə deyilərək ki, cənnəm zərat qazanır, neyinə qazanır. Yəni, bunlar əslində hamısı öncədən statistik olaraq hesablanır və bilirlər ki, zaten sınırda udmaq ehtimalınız çox kiçik bir rəqəmdir. Dolayısıyla, yəni, bunu məntiqli və bilinçli bir şəkildə verirlər. Bundan da yanaşı, məsələn, bəzi çox maraqlı biznes кейsləri var. İndi probability'lər inşallah keçənlərdə sizə danışacağım onlar barəsində. Ki, əslində real həyatda statistika çox rol oynayır. Yəni, bizneslərin qərar verməsində statistika çox dəhşət böyük ölçüdə rol oynayır. İndi, dedik ki, 6 gəlmə ehtimalı 6'da 1'dir. 2 dəfə 6 gəlmə ehtimalı 6'da 1 vuraq 6'da 1, 36'da 1. İndi, gəlin belə bir sual verim, yaxşı. 2 dəfə dalbadal 6 gəlir, 3-cüdə 5 gəlmə ehtimalı nə qədərdir? Nə qədər? 5 gəlmə ehtimalı 6'da 1. Aysa. Dolayısıyla oxşu ehtimalı nə qədərdir? 216. 100. Yəni fərqi yoxdur. Onun da gəlmə ehtimalı 6'da 1'dir da. Yəni bu ehtimallar bir-birinə vuranda 216'da 1 alırım. Yəni mən istəyirəm ki, exactly 6, 6, 5 gəlsin. Əgər belə istəyirəmsə, bu 216'da 1'dir. İndi varsan ki, siz getmişsiniz kontaktda deyirlər ki, 2 dəfə dalbadal 6 atmazsan, bir dəfə də 5 atmazsın. Yəni olmazsa bilirsən ki, udmayacaqsın. Çünki gəlmə ehtimalı 0,5'dən belə azdır. Faizdən, 0,1%'dən belə azdır. İndi, deyir ki, what's the probability of getting 10 sixes? 10 dəfə 6 almağa ehtimalı. Hesablamanıza ehtiyac yoxsa necə eləyərsin? Aysa, 6'da 1 üstü 10 dəfə. 6'da 1 üstü 10 dəfə isə, bəli. Kim idi o yoldaş? Bağırlı. Mən idim, cavablandırmaq üçün əlimi qaldırmışdım. Aha, evet. Belə deyim, zaten çox danışan yoxdur online'da, ona görə rahat olun. Belə gördüyünüz ki, cavabı verirsiniz, deyə bilərsiniz. Yəni ki, Tamamdır, Gəl davam çox sağ olun. buyurun. İndi, çox belə maraqlı bir case-lə danışacağıq. Yoldaşlar, deyək ki, siz bir partidəsiniz və bu partidə 30 nəfər var. Nə fikirləşirsiniz? Sizcə hansı daha çox, yəni, mümkün bir haldır ki, burada 2 dənə adam var ki, onların ad günü eyni vaxtda düşsün.
Yaxud da heç ümumiyyətlə mümkün deyil 2 dənə adamın ad gününün eyni vaxtda düşməyə 30 nəfər içərisində. Hə, danışmışdım. Bir nəzərə alın ki, ildə 365 gün var və heç kəsin də yaşı 29 fevrala düşmür. Yaxşı, gəlin bundan biraz irəliyə doğru gedək. Çox güman ki, bundan sonra yekunlaşdırırız. Cavab odur ki, it's more likely that two people have the same birthday. In fact, the probability of no two people having the same birthday is around 0.3. Yəni ki, deyək ki, iki insanın ad günü eyni vaxtda düşməsi 30 nəfər içərisindən daha mümkün bir haldır. Yəni, reallıq budur ki, heç bir iki insanın ad günün üst-üstə düşməmə ehtimalı sadəcə 0.3. Yəni, bu da çox kiçik bir ehtimal. Baxın, məsəl üçün, burada 10 dənə adam var, deyilmi? Biz gəlib götürürük, deyirik ki, birinci adamın ad günün olmaq ehtimalı, bax, biz deyirik ki, heç biri üst-üstə düşməsin, deyilmi? Heç biri üst-üstə düşməsin. Onda biz birinci adamın ad günü 365'dən 365 günün birində gələ bilər. Bunun ad günü yerləşdirdiyi axı bura. Növbəti adama 364 gün qalır. Yəni 365'də 364 ehtimalla bunların ad günləri kəsişmir. Üçüncü adam gələndə 363, 362 və bu sadəcə 2, 4, 6, 8, 9 nəfər üçün belə bir hal alınır. İndi, bəs biz gəlirik nəyə? Probability that no two people have the same birthday. 23 insana çatanda sadəcə 49% ehtimal var ki, heç bir insanın ad günü üstünə düşməsin. Və qalan ehtimal nədir? Düşmə ehtimalı da bir çıxaq komplementary rule-dan gəlir. 30 insanda isə 29.4. Yəni, dolayısıyla artıq 70%-nin böyük ehtimalla tarix üstə düşür. Və biz nə dedik? Dedik 30 insanda təqribən 0.3 həftə haqqında ki, bunların ad günü üstə düşməsin. Ümidvarım bu sizin üçün aydın olur. Sadəcə belə bir şeydir. Burada rəqəmlər kiçildikcə axı kəsirdir. Və kəsiri bir-birinə vurduqca birdən kiçiyə də sıfıra doğru yaxınlaşır. Zaten qrafik vizualında da biz gördüyümüz kimi artıq bir yerdən sonra sıfıra çox yaxın bir nümunə gəlir. Zaten 100 insanın bir yerdə olması ehtimalında çox güman ki, oradakı insanın ad günü bir-birinə üst-üstə düşür. Yəni, illaki vardır. Məsələn. Və şərti ehtimal. Görüm saat neçədir? 21:17. İstəyirəm şərti ehtimaldan da danışım. Yekunlaşdırım. Okey. Gəlin görək. Yoldaşlar, bura kimi sualı olan, qarandıq qalan nəsə bir şey var. Bəlkə kimsə utanır demək. Okey, yoxsa davam edeyim. Məncə, yəni, səndə mövzularda zaten mümkün bir haldır ki, ehtimalı böyükdür ki, sualınız olmasın. Okey. İndi gəlir şərti ehtimalını danışmaq. Yoldaşlar, şərti ehtimal nədir? Bax, şərt. If something happens, what is the probability of the other thing to happen? Bir şey baş verirsə, digər bir şeyin baş vermə ehtimalı nə qədərdir? Bax, mən deyirəm ki, biz qəpik atanda 2 dəfə. Dalbadal hep gəlmə ehtimalı nə qədərdir? 4 dəfə. Nice. İndi mən gəlib deyəcəm ki, əgər birincisinin hep olduğu halda 2 dənə dalbadal hep gəlmə ehtimalı nə qədər? 2 dəfə qəpiyi attım. 4 mümkün hallar idi. İndi mən deyirəm ki, birincisi hepdirsə, ikincisinin hep gəlmə ehtimalı nə qədərdir? 2 dəfə asıl çünki niyə görə? Nə baxımdan asıl deyil? Biz deyirik 2 dəfə dalbadal hep gəlsin, eləmi? Əgər birincisi hep gəlməsə, demək ehtimal sıfırdır. Birincisinin amma hep gəlsə, yəni biz konkret bilirik ki, birincisinin hep gəlib, dolayısıyla yerdə 2 dənə sample size qalır da, hepdən sonra hep gəlməsi, hepdən sonra fail gəlməsi. Bu da 2də bir ehtimal yaradır. Və şərti ehtimal bu formada göstərilir.
Sağ tərəf bu olarsa, sol tərəf bu olmasının ehtimalı. Yəni bu olarsa, bu olmasının ehtimalı. Yaxşı. Belə. Nədir? Given that the first one is head. Əgər deyilirsə ki, sizdə birincisi headdir, what is the probability of landing on heads twice? Aydındır. Əslində sadə bir məntiqdir. Baxın, zaten burada nə baş edir? Əgər birinci tail gəlibsə, bu ehtimallar bizə lazım deyil. Bizə lazım olan ehtimallar içərisində bunlar var. Və ikincisi head yaxud tail gəlməsinə görə biz hesablamamızı apara bilərik. İndi deyək ki, what's the probability of landing heads twice? Given that the first one is tails. Bax, deyirəm ki, 2 dəfə qəpiyə atmışsınız. İkisinin də head gəlmə ehtimalı nədir? Amma bilin ki, birincisi tail gəlib. Çünki zaten birincisində tail gəlibsə, bu case'i pozdu zaten. İkisi head ola bilməz artıq. Aydındır. Biz bu sample size-ını seçirik. Baxırıq ki, bunun içində heç head yox. Elə. Dolayısıyla nədir? 0. 0 hal bu şərti ödəyir. Bəs deyil, given that the first one is tails. Onda biz bu hissəyə baxmırıq. Gəlib bu hissəyə baxırıq ki, birincisi taildir. Tailin içində head görürəm mi? Görmürəm. Və independent events üçün dedik product rule nə idi? Nə vaxt ki, A və B aidsə müstəqil idi, onları vururduq. What is the probability that the first is 6 and the sum is 10? Birincisinin 6 olub, cəminin 10 olmaq ehtimalı nə qədərdir? Ayşə, bu zaten 6 ilə 4'dür. Bu bir haldır. Bax, əgər deyil cəmi 10'dursa, həm cəmi 10 olsun, həm birincisi 6 olsun. Burada bir dənə case. Dolayısıyla 6'da 1 bırak 6'da 1 bizə verir 36'da 1'i. İndi nə deyil? Deyək ki, birincisi 6 olub. Birincisi 6 olub. Samı 10 olmaq ehtimalı. Baxın, 36 ehtimaldan 6 ehtimal var ki, birincisi 6 olsun, eləmi? Bu nə elədir? 6'da 1. Amma cəmi 10 olmaq ehtimalı. Yəni, ilki 6 olanda cəmi 10 olmaq ehtimalı nə qədər idi? 1 dənə, 6'da 1. 6'da 1, 6'da 1 oradan nə aldım? 36 aldım. Bax, biz buradan indi deyə bilirik ki, A ilə B-nin kəsişməsi bərabərdir. A-nın ehtimalı vuraq A veriləndə B-nin ehtimalı. Yəni, əgər A baş verərsə, B-nin olma ehtimalı. 6 gələrsə, cəminin 10 olması ehtimalı nə qədərdir? Bax, 6 gələrsə, cəminin 10 olması ehtimalı sadəcə bir halda keçərlidir ki, ikincisi 4 olarsa. Yaxşı. Və independent olarsa zaten, müstəqil olarsa nə olur? PB-yə bərabərdir PB-yə. Yəni, əgər A ilə B asılı deyilsə bir-birindən zaten biz bunları vuranda nə alacaq bizə? Asıl isə B-nin ehtimalı qaytaracaq. Yəni, o when independent söhbəti bəyək oradan gəlmişdi. O xüsusi bir case idi. Xüsusi bir hal idi. Yaxşı mı? Və deyirik ki, what is the probability that the sum is 10? Cəmi 10 olması ehtimalı nə qədərdir? 6, 4, 5, 5, 4, 6 ola bilər, deyilmi? 36'da 3. İndi deyək ki, birincisinin 6 olduğu halda cəmin 10 olmaq ehtimalı. Bu səfər bu tərəfdən verdikdə. Neçə dənə? 3 dənə hal var. Bu 3 dənədən əgər birincisi 6'dırsa, aysa, 6'da 1'dir, 6'da 1. Mən bunu gəlib vuranda mənə nə qaytaracaq? Bunların kəsişmə nöqtəsi nədir? 6'da 4. Bax, birincisinin 6 gəlmə ehtimalı və cəmlərin 10 olmaq ehtimalı. Harada kəsişdir? Bir dənə bu nöqtədir. Əla. Sonra, bu da belə. Vizual olaraq da gördük. Əslində 100-cü səhifəyə çatdıq. Yaxşıdır. Okay, indi deyirik ki, birincisinin 1 olduğu halda cəmin 10 olmaq ehtimalı. Baxın, 10 olmaq ehtimalları buradadır, eləmi? Birincisinin 1 olmaq ehtimalları isə buradadır. Bunların kəsişən nöqtəsi var? Yoxdur. Dolayısıyla bunların ehtimalı yoldaşdır. 0'dır. Çünki bunlarda heç bir kəsişən məsələ yoxdur. İndi